Bismillahirrahmanirrahim. Xoş gördük hər birinizi. Allah ibadətlərinizi qəbul eləsin. Biz insanın fitrətindən uzaqlaşmasından danışırdıq. Qeyd edeyim ki, hətta bu nizamdan uzaqlaşmaq bizim maddi yaşayışımızda belə çətinliklər yaradır. Qənaətçil deyilik, necə qazanacağımıza diqqət yetirmirik, necə xərcləyəcəyimizə diqqət yetirməyi bacarmırıq daha doğrusu. İstirahətimizə diqqət eləyə bilmirik, yatmağımıza, oyanmağımıza diqqət yetirə bilmirik. Bütün bu o nizamı anlamamaq bütün bizim yaşayışımızda öz təsirini buraxır. Hətta ola bilsin deyək ki, bu nizamsızlıq heç bir cəza da gətirməyəcək ardıca. Bu nizamsız yaşayışa görə, misal olaraq düzgün istirahət etməməyə görə, düzgün oyanmamağa görə, yatmamağa görə bizə bir cəza verməyəcəklər. Amma bizdən enerji azalır. Məsələ cəzanın verilib-verilməməsi deyil. İlahi nizamı anlamadığımız üçün bizim bu nizamsızlıq bütün həyatımızda öz təsirini qoyur. O sistemi başa düşməmişik. Ona görə də başa düşmədiyimizə görə bəzi şeylər üçün çox qaçmaq lazımdır, qaçırıq. Bəzi işlər var ki, onların ardınca qaçmaq lazımdır, qaçmırıq. Tənbəllik yaranır. Çünki nizamı anlamamışıq, yaşayışın fəlsəfəsini anlamamışıq. Məsələ təkcə cənnət və cəhənnəm məsələsi deyil. Cəzalanmaq və yaxud da mükafatlandırılmaq məsələsi deyil. Məsələ düzgün yaşayışdır. Qeyd etdik ki, Allahı unutmayaq ki, bu sistemdən uzaqlaşmayaq. Ayəyə diqqət edin. Görün, nə gözəl ayədir. وَمَنْ أَعْرَزَ عَنْ ذِكْرِ Allah buyurur. فَإِنَّ لَهُ مَعِيشَةً ضَنْكَ Siz Allah bu ayəyə xüsusi diqqət yetirin. Özünüz də baxın, oturun, düşünün bu ayə haqqında. Hər kəs məni xatırlamaqdan üz döndərərsə فَإِنَّ لَهُ مَعِيشَةً ضَنْكَ mütləq o yaşayışında sıxıntı görəcək. Diqqət edirsiniz. Maddi və mənəvi pozuntular yaradır, nizamsızlıqlar yaradır Allahı unutmaq. Allahı unutmağın əsas yaratdığı ciddi problem budur. Nizamdan ki qopursan, nizamdan ki ayrılırsan, özün bir yeni nizam, düzen yaradırsan, o düzənin də nizamı bəlli deyil. Və nəticədə bizim yaşayışımıza, dünya həyatımıza, axirət həyatımıza ciddi təsirlər göstərir. Mütləq də göstərəcək. Əsas səbəb budur. Amma belə yanaşaq mövzuya bu dəfə. Biz indi bu nizamdan uzaqlaşmışıq, amma başa düşürük ki, bizim səhvimiz hardadır? Başa düşürük ki, bizim problemimizin əsas köklü nöqtəsi nədir? Biz ilahi sistemdən uzaqlaşmışıq və ilahi iradə ilə hərəkət etmirik. Həzrət Əliyə buyurdular ki, ya Əli, sən günah eləmirsən? Buyurdu ki, günah etmək potensialım var. Mən də günah edə bilərəm. Mənim də dilim var. Yalan danışa bilərəm. Mənim də gözüm var. Harama baxa bilərəm. Yəni, potensial var. Mən robotlaşmış bir varlıq deyiləm. Dedilər, bəs niyə günah eləmirsən? Həzrət Əli əleyhissalam buyurdu ki, o gözümü də, dilimi də satmışam Allaha, artıq mənim deyil ondan istədiyim kimi davranım. Görürsünüz, nə gözəldir, nə qəşəngdir. Yəni, mən istəklərimi ilahi iradə əsasında təyin edirəm. Allah istəyirsə edirəm, istəmirsə etmirəm. Ona görə də günah mənim həyatımdan uzaqdır. Yəni, mən o sistemdən ayrılmamışam. Mənim böyüyüm, mənim mövlam, mənim hakimim, mənim idarə edənim Allahdır. O olduğu üçün, onu idarəçi hesab etdiyim üçün mən günah edə bilmirəm. Çünki mənim günah etməyə ehtiyacım qalmır artıq. Bu gözəl yanaşmadır. Mən günah etmirəm deyil, mənim günah etməyə ehtiyacım qalmır. O qədər Allahın mənə lütf etdiyi feyzdən qidalanıram ki, məndə sizin ləzzət alacaqlarınız, sizin ləzzət alacağınız işlərdən ləzzət almağa ehtiyac yaranmır.
Çünki elə bir varlıqdan ləzzət alıram. Yaxşı, axı dedik, indi biz bu nizama necə düşək? Bu çətindir. Ümumiyyətlə, sual verəm, qərar qoymayayım, qətiyyətli deməyim. Çətindir bu? Yox, çətin deyil. Zəhməti var. Zəhmətlidir, amma çətin deyil. Əzablı, əziyyətli deyil. Biz şiddətləndirmişik biraz onu. Allah istəyən kimi yaşamaq çətindir. Əzablıdır, o ağır yoldur. Elə bilirəm ki, bilməyərəkdən yalan danışırıq. Bu düz söz deyil. Allah istəyən kimi yaşamaq mümkündür, mümkünsüz eləmişik və bir də bunun qarşılığında bir düstur qoymuşuq. Onsuz da günahsız insan yoxdur. Var, günahsız insan var. O günahsız insanların sırasında peyğəmbər var, imam var, adi insanlar var, fəhlə var, mühəndis var, müəllim var, həkim var, günahsız yaşayırlar. Özlərini tabi eləyiblər ilahi nizama, ilahi iradəyə və günahsız da yaşayırlar. Bunu da sizin diqqətinizə çatdırıram ki, bunu da qeyd etməliyik, köklü, qəbul etməliyik daha doğrusu. Köklü şəkildə ki, günahsız yaşamaq mümkündür. Sən nə danışırsan? Ən böyük günah, dilimizdən çıxartdığımız ən böyük günah sözü bu sözdür. Günahsız yaşamaq mümkün deyil. O əzəmətdə Allah deyir ki, mümkündür. Mən səni yaratmışam. Mən bilirəm sən günahsız yaşaya bilərsən. Yaxşı ilahi, mən necə eləyim günahsız yaşayayım? Mən necə eləyim? Çox çətindir axı. Mən maddi ləzzətlərin içində qərq olmuşam. İlahi, şükür sənə ki, Ramazan ayını yetirdin, mənim üçün biraz xilas eləmsən məni özümdən. İndi aramam biraz. İndi rahatam biraz, Pərvərdigara. Təşəkkür edirəm sənə. Ki, nə yaxşı Ramazan ayı gəldi. Nə yaxşı məni biraz məcburi də olsa qopartdım bu maddi və eyni zamanda müvəqqəti ləzzətlərdən. Yormuş deyə məni. Həqiqətən yormuşdu məni. Özümdən bezmişdim, yaşayışımdan bezmişdim. Amma indi görürəm, ürəyim aramdır. İlahi, yemirəm, içmirəm, görürəm ki, sən məni görürsən, sənə görə yemək yemirəm, sənə görə su içmirəm müəyyən saatlarda. İndi Pərvərdigarı biraz aramam, ruhum biraz sakitləşib. Ramazan ayı ilə nə gözəl məlhəm qoyursan ürəklərimizə. İlahi, həyatım biraz nizama düşüb. Səhər namaza oyanmırdım. İndi imsak vaxtı qoymusan, həm durub yeməyimi səhər yeyirəm və axşam yeməyim də mənim bəlli deyildi heç. Həyatım pozulmuşdu. Bu ayın vasitəsilə ilahi nizama düşürəm. Axşamda iftar saati qoymusan mənim üçün. Namazımı qılıb iftarımı açıram, elə ürəyim aram olur. Sən demə, ilahi, mən səni sevirmişəm. Sən demə, mən bu nizamı xoşlayırmışam. Qeyd etdik ki, insan fitrətən xeyrə meyillidir. İlahi, sən demə, mən bunu sevirmişəm. Elə bilirdim ki, mən sevmirəm bunu. Bu Ramazan ayından başa saldım mənə. İndi neyniyim? Neyniyim Pərvərdigar, o nizama düşüm. Təkcə Ramazan ayım deyil, bütün həyatım o nizamın içində olsun. Yolu budur. Allah belə yol göstərir bizə. Axı, mən namazı vaxtında qılım, şirinliyin dadmıram. Bir müddət ürəyimiz istəməsə də belə, Allahın qoyduğu, bizim üçün təyin etdiyi vacibatları və eyni zamanda onların təyin etdiyi vaxtında etməyə məcburuq. Bir müddət istəklərimizlə hərəkət etməyək. Başlayaq özümüzdə biraz mübarizəyə. Bekaram, bu dəqiqə işim yoxdur, vaxtım boşdur. Həmişə boş olanda, vaxtım boş olanda, hər hansı bir oyunla məşğulduram. Eldiri ilə desək, vaxt öldürmək üçün. Heç çaya ehtiyacım yoxdur, gedib çay süzürəm, çay içirəm, misal olaraq. İnternetdə neyisə axtarmağa bu dəqiqə ehtiyacım yoxdur. Misal üçün, neyniyim? Bekaram da, oturum. Deməli, bu yerlərdə özümüz üçün lazımi iş tapmalıyıq. Bekarçılıqla, o bekarçılıq halıyla mübarizə etməliyik. Axı, ola bilməz, insan elə bir halı olsun ki, Allahın həmin anda ondan bir gözləntisi olmasın. Elə deyil. Elə bir halı olsun ki, bu dəqiqə Allah məndən nesinə gözləmir.
Bəli, ola bilər bir hal olsun ki, bir anın olsun sənin ki, Allah orada səndən əyləncə gözləsin. Allah desin, Allahın bu dəqiqə gözləntisi bu olsun ki, get, bu dəqiqə işin yoxdur, bekarsan, get evladlarını, uşaqlarını götür, apar onları parka, gəzdir, əylənin. Misal olaraq. Allah səndən bunu gözləsin. Get dostlarını yığ, oturun çay için, əylənin, söhbət eləyin, deyin, gülün, gözəl bir fəza yaransın, mehribanlıq yaransın. Bu da ola bilər, olsun. Həmişə Allahın bizdən gözləntisi gedin namaz qılın deyil. Bəzi vaxtlar ola bilər. Deməli, biz təyin etməliyik. Bu dəqiqə Allah məndən nə gözləyir? Bekarsansa, bax gör nələr çatmır. Bu dəqiqə mən bekaram, bax gör həyatında nələr çatmır. Misal olaraq kitab rəfin varsa o kitabları tök bir yerə, yığ o kitab rəfindən qoy yerə, başda onları silib təmizləməyə, yaxşı işdir də təmizlik edirsən. Onları silib təmizləməyə, yenidən qoy yerinə. Ofisin varsa, həmişə çalışma kiməsə işi gördürəsən. Ofisdə əyləşmirsən, ofis sənindir və işçilərin də var, xadiməçi də var ofisdə, xidmətçi də var. Bu dəfə xidmətçini narahat eləmə. İşlərini yekunlaşdırmısan, bütün sənədləri qoymusan qaydasına, hər şey qaydasındadır. Allahın iradəsinə hakim eləmək üçün canımıza bir müddət tənbəlliklərimizlə mübarizə etməliyik. Bəzən özümüz görəcək işlər ki var, o işləri özümüz görsəydik, ucalacaqdıq, ruhumuz təmizlənəcəkdi, ruhumuz inkişaf halında olacaqdı, o işi başqasına gördürdük, özümüz boş-boş işlərlə başladıq məşğul olmağa və bu bizim içimizdə bir böyük nizamsızlıq uçurumu yaratdı yenə. Belə bir çərçivə yaradıblar, mən ofisdə otururamsa, müdirəmsə, çay gəlməlidir. O qaydanı sındır, bu dəfə çay özün dəmlə. Və o bekarçılıq halı ilə mübarizə ilə. Bekarçılıq halı Allahdan uzaqlıq halıdır. Allah ki nizamsız, Allahın nizamsız zərrə bir yaratdığı an yoxdur. Hər bir anda bir nizam var, bir qayda var, qanun var. Bekarçılıq o nizamın qarşılığında dayanan ciddi bir problemdir. Buyurur Peyğəmbər yolla keçirdi. Gördü bir cavan əyləşib, baxdı o cavana, gördü oturub baxır. Heç nə ilə də məşğul deyil. Baxdı ona, salam vermədi. Peyğəmbər keçdi, getdi. Qaydırdılar, gördülər yenə həmin cavan oturub. Amma oturub, əlinə bir çubuq götürüb. Çubuqla yerdə nəyinsə şəklini cızır. Torpağın üstündə nəyinsə şəklini cızır. Peyğəmbər baxdı, salam verdi. Dedi, hal-əhval da soruşdu. Dedi, necəsən? Keyfin əhvalı necədir? Oturdu onun yanında. Sahabələr dedilər ki, ya Rasulallah, həmin cavan idi. Biz keçəndə buradan salam vermədən, bu o uşaq idi. Niyə salam vermədin ona? Peyğəmbər burada görmüşdüm. Sadəcə onda bekar əyləşmişdi, bekar oturmuşdu. Ona görə salam vermədim. Allahın, Peyğəmbər buyurur, Allahın bekar cavandan xoşu gəlmir, acığı gəlir. Bekarçılıq insanda günah fəzası yaradır. Boşluq yaradır insanda. İlahi iradə ilə ziddiyyətli xüsusiyyətlər yaradır insanda. Ona görə qaçmalıyıq oradan. Qaçmalıyıq. Biz ancaq böyük bir günah düşünürük, bir nəfər zina eləyib. Böyük günah eləyib, belə baxırıq ona. Gəlin bir dəfə də belə baxaq. Bir nəfər bekardır, nə böyük günahkar adamdır bu. Ya özümüzə baxaq. Bekaram, nə boyda günah eləyirsən sən, belə baxaq. Çünki Allahın bu anda sənə bir iş tapşırması var, səndən bir iş gözləntisi var. Sən böyük günahkarsan. Niyə? Çünki Allahın işini qoymusan, oturmusan, baxırsan. Heçsə belə idarədə işləyirsən, bir iş yerində işləyirsən, zavodda işləyirsən, işlər tökülüb qalıb, sən oturub baxırsan. Gələr müdir və hər hansı bir orada məsuliyyət daşıyan bir şəxs gələr, sən nə deyər? Danlamaz səni. Yəni, insan bekar halında, bu halda Allahın bir işin görməlidir. Ya öz həyatı üçün, həyat əhəmiyyətli bir iş görməlidir, oturub bekar. Allah bu anda insandan xoş gəlmir. Çünki sən nizamdan çıxmısan, sən sistemdə deyilsən. Nə eləyəcəyik? Yekunlaşdırıram. Nə eləyəcəyik? Bir müddət başa düşmədiyimiz halda belə
Allahın bizdən gözləntisi nədir? Onu icra eləyəcəyik. Namazı vaxtında qıl, ilahi gözümüzdə. Qoyacaq özümüz üçün. Vaxtında ana-atavın evinə get, valideynlərin yanına get, onların hal-əhvalını soruş, ilahi gözümüzdə. Yetimlərə başlayaq, ilahi gözümüzdə. Səvabı qoyaq qırağa. Bunlar adamın cənnətə aparacaq, onu qoyaq qırağa. Onlardan işimiz yoxdur. Biz bu işləri görürük ki, o fitrətən ki biz xeyrə meyilli insan idik, bu işləri görməklə o şirin halı yenidən özümüzdə bərpa eləyək ki, artıq biz günaha tərəf meyillənməyək. Allahdan istəyirəm ki, Allah bizim əlimizdən tutsun, Allah bizi öz rəhmətindən kənarda saxlamasın, Allah bizim günahlarımızı bağışlasın və bizim həyatımıza özü hakim olsun. Biz onun o əzəmətli, izzətli, mərhəmətli və ədalətli hakimiyyətinin kölgəsində yaşayan insanlardan olaq. Vəsselamu aleykum və rəhmətullahi və bərəkatuhu.